Yaranışın sirləri İmam Cəfər Sadiq əleyhissalamdan Kəlamlar 12-ci bab Hiss orqanlarının sirri. İndi ki heç bir üzv gözlər üçün münasib olmadı, şübhəsiz ki baş insanın hiss orqanları üçün ən yaxşı yerdir. İnsan üçün 5 hiss orqanı yaradılmışdır ki, 5 hiss olunan şeyi dərk etsin. Göz rəngləri və surətləri seçmək üçün yaradılmışdır. Qulaq səsləri eşitmək üçün yaradılmışdır. Əgər səslər olsaydı, qulaqlar olmasaydı, onda onlara ehtiyac olmazdı. Başqa hiss orqanları da bu cürdür. Bunların əksi də belədir. Məsələn, əgər göz olsaydı, imam olmasaydı, onda bunların heç bir mənası olmazdı. İndi məxluqata fikir ver, gör necə hər şey öz yerində yaradılmışdır. Hər bir hiss üçün özünə məhsus hiss olunan bir şey yaradılmışdır. Bundan əlavə bunların arasında qarşılıqlı bir əlaqə də vardır. Məsələn, işıq və hava. Əgər işığın rəngi və surəti göz üçün əyan olmasaydı, göz onu görə bilməzdi. Əgər hava səs dalğalarını qulağa yetirməsəydi, qulaq da səsi eşidə bilməzdi. Əgər bir kəs bütün bunları yaxşı mütaliə etsə, nəticədə belə qərara gələr ki, bu hikmətli işlər fəqət lətif və xəbir olan Allah tərəfindəndir.